Aprel ayında havanın orta aylıq temperaturu əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Aylıq yağıntının miqdarı isə əsasən iqlim normasına yaxın, lakin bəzi ərazilərdə normadan bir qədər çox olacağı ehtimal olunur. Ayın ilk günlərində əksər rayonlarda hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə az yağıntı olacağı istisna edilmir. Mülayim cənub küləyi əsəcək. Balakən, Şəki, Quba, Qusar və Dağlıq Şirvan bölgələrində havanın orta aylıq temperaturunun 8-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 6-11 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə isti, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.